Uygar Resulov dəvət olunur. Gür alqışlarınızla. Uzun illər Azərbaycan milli komandasının heyətində çıxış edən 3 qat Avropa çempionu Qədir Hüseynov. Gəncə şahmatının parlaq ulduzu. Uzun illər Gəncədə şahmatın inkişafında onun adı çox böyük rol oynayıb. Yenilər arasında dəfələrlə dünya və Avropa çempionatının qalibi İlahə Qədimova. Azərbaycan milli komandasının üzvü, şəxsi Avropa çempionatının ilk Azərbaycanlı qalibi Avropa çempionu Ülviyə Fətəliyeva. Və start üçün ulduzların oyununda əsl ulduz hakim, Azərbaycan və dünya şahmat hakimliyinin tanınmış görkəmli siması. 2 dəfə Guinness Rekordlar kitabında 2 rekordun müəllifi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov dəvət olunub start vermək üçün. Əziz dostlar, qeyd edim ki, bir şahmatçı ancaq oynayır, bir şahmatçı təklif edir gedişləri. Biz ilk dəfə olaraq Azərbaycanda şahmatçıların masasında